Şey de qar içərisində. Ay, nə gözəldir. Sevirəm də qarı. Ayağını özdə küləksiz. Necə deyim, belə sakit havada qar topu oynayasan, çıxasan qaradan düzəldəsən. Deyirəm, heç mənim ruhum qocalmır da. Elə mən uşağam ki, uşağam. Hər kəsin içində bir uşaqlıq qalır. Sadəcə onu üzə çıxartmağa bacaran var. Elə insanlar var ki, utanıram deyir. Kimsə üçün yaşamayın. Özün üçün yaşa. Özün üçün yaşa, özünü yaşat. Kiminsə həyatını yaşamayın. Qərarlarını özünüz verməyə bacarın. Uşaqlığınızı çıxardın çölə, şən olun. İnsanları sevin, inancılı olun. Bax, budur bizi gənc saxlayan işimiz. Yəni, mən xəstəxanadan bilirsiniz, işdən çıxmışam 1 il yarımdır. Yəni, həyatımın 2-ci dəfəsini yaşayıram. 2-ci dönəmini yaşayıram, özüm üçün yaşayıram. Digər insanların həyatını xilas edən yenə də tibb bacıları var. Onların hamısını qucaqlayıb öpürəm, var olsunlar hər zaman. Amma öz həyatımı xilas eləmək istədim. Çünki yaş bir yerəcən gözəl idi. İşlədim, 30 il az il deyil. Verdim onlara, halal xoşlara. Amma 30 bəsdir, yetər. İstədiyim qədər insanlara yardım oldum. Bundan sonra öz həyatımı qururam və öz biznesimi onlayn şəkildə edirəm. Rahat, sərbəst evimdə otururam. Laçına gəlirəm, Vyetnama gedirəm. Antalya'ya gedirəm, İstanbul'a gedirəm, İzmir'e gedirəm, Moskvaya gedirəm. Mənə deyən yoxdur, ərizə yaz. Mənə deyən yoxdur, icazə ver. Mənə deyən yoxdur ki, olmaz. Öz həyatım öz əllərimdədir. İstədiyim həyatımı da yaşayıram. Necədir? Sən də istəməzsən, məndən çox sən istəyirsən, dur gəl.